əziz tamaşaçılar, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Müasir dünyada, müasir cəmiyyətlərdə istehlak alışqanlığı ən yüksək həddinə çatıb. Bunun səbəb olduğu israfçılıq bugünkü verilişimizin mövzusunu təşkil edir. Bu məsələni müzakirə etmək üçün həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq Kafedrasının müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazovdur. Əhməd müəllim, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Əhməd müəllim, gəlin məsələni belə qoyaq. Müasir dövrdə insanların dünya mallarına qarşı istehlak alışqanlığı demək olar ki, ən üst səviyyəyə çatıb. Bəzən ehtiyacımız olmayan mallara qarşı, əşyalara qarşı həddindən artıq çox israfa yol verir. Bu sadəcə maddi mənada deyil, eyni zamanda bunun mənəvi tərəfləri də var. Yəni vaxtımızı da israf edirik. Ümumilikdə İslam nəzərində israf nə məna ifadə edir? Onun mahiyyəti nədən ibarətdir? Biz nəyə israf deyə bilirik? Yəni gündəlik bizim istifadə etdiyimiz xərclərimiz və ya yaşantımız nə dərəcədə israfa daxil olur, nə dərəcədə daxil olmur? İstəyirəm əvvəlcə bu mövzuya aydınlıq gətirəsiniz. Əziz tamaşaçıları salamlayırıq öz növbəmizdə və əvvəlcədən deyim ki, İslamda bir mənalı olaraq israf haramdır, qadağandır və israf edənlər sevilmir. Qurani Kərimin sözü ilə desək, Uca Allah israf edənləri sevməz. İnnehu la yuhibbul musrifin. İsraf sözünün özünə gələndə isə həddən artıq xərcləmək, lazım olandan artığına əldəki imkanların sərf edilməsidir. Məna olaraq əlbəttə israfı bugün biz çox dar çərçivədə, sanki insanın əlindəki o maddi imkanların hədər yerə xərclənməsi anlamında başa düşülür. Ancaq israf kəlməsi İslamda çox ümumi bir mənaya sahibdir. İlk başdan deyim ki, insan ehtiyacları məhduddur insanın. Ancaq arzuları isə sərhədsizdir. Ona görə də bu cümlədən biz əgər yola çıxsaq, məsələni tamaşaçıların daha da aydın anlamasına səbəb olar. Biz İslamdakı bunun mənasını elə bu ehtiyaclar və arzular yönündən baxsaq, hikmətini rahat başa düşə bilərik. Çünki Qurani Kərimin və hədislərin, ümumiyyətlə İslami dəyərlərin həmişə insana ehtiyaca görə davranmasını, ehtiyaca görə əldəki imkanlarını xərcləməsini, əldəki imkanlardan ehtiyaca görə istifadə etməsini təlqin edir və bunu təklif edir insana, arzulara görə yox. İnsanın o his və duyğularına görə, həvəsinə görə yox, yəni ağıl və məntiq əsasında davranması insandan tələb edilir. Əldəki imkanlar əlbəttə ehtiyaclara görə olmalıdır. Çünki İslamın insandan istədiyi şey budur. Tək özün üçün yaşamırsan, sən həm də bəşəriyyət üçün yaşayırsan, insanlar üçün yaşayırsan. Bir ailə içərisində sən tək deyilsən, digər ailənin də nümayəndələri vardır. İki cəmiyyət içərisində sən tək deyilsən, sənin əlindəki imkanlar cəmiyyət içərisindəki insanların da ehtiyacıdır. Onlarla paylaşma duyğusunu da inkişaf etdirmək lazımdır. Ona görə İslamda infaq etmək, sədəqə vermək, Quranın bu zəkatdan, o xüms xaricində Quranın insandan istədiyi o ibadət şəkillərindəndir. Bu baxımdan insan niyə infaq etməlidir? Niyə ehtiyacdan artığını paylaşmalıdır? Buna da bir izah gətirək biz. Ehtiyacdan artığını insan ona görə paylaşmalıdır ki, Allah insanları yarattığı zaman onları qabiliyyətlərinə görə yaratmışdır. Qabiliyyətlər fərqlidir. Sizin qabiliyyətinizə görə əlinizdə daha çox imkanlar ola bilər. Ancaq bir qardaşınızın, ya ailə üzvlərindən bir başqasının və ya cəmiyyətdəki istər eyni din mənsubları olsun, istər fərqli din mənsubları olsun, cəmiyyət paylaşdığınız
o ortak hayatı paylaştığınız cemiyetin diğer üzvlerinin kabiliyetleri farklıdır. Çünkü siz kabiliyetinize göre daha çok imkana sahipseniz, kabiliyetine göre daha az imkana sahip olanlar var. Bunlarla paylaşmayı düşünmek bakımından eldeki imkanların demek heder yere sərf edilmesi yok. Elə isə ihtiyacı olanlarla sərf edilmesi insanlığın birlikte yaşama duyguların, birge yaşayışın, ortak hayatın ve hayatın harmoniyasının korunması için bu sərf edilmelidir. Ona göre onların heder yere sərf edilmesi yok. O içtimai rifahın elde edilmesi için bunlar mühümdür. Əhməd müəllim, o zaman biz belə deyə bilərikmi? İsraf dediyimiz şey əslində ehtiyaclarımızdan çox arzuya sahib olmaqdır. İnsan arzusu sərhədsizdir, daha çox şey arzu edir, amma ehtiyaclarımız müəyyən çərçivə ilə məhdudlaşır. Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan. Quran-ı Kərim, İsra surəsi 29-cu ayə. Bu biraz da insanın öz egosunu məmnun etmə hissidir sanki. Yəni cəmiyyətdəki olan nemətləri hamısını özünə aid etmək, onları hamıdan çox onlara sahib olmaq hissi bir baxıma bir egodur. İnsanın özünü, öz nəfsini tətmin etməsidir və burada cəmiyyətin digər üzvlərini fikirləşməməsidir, bəlkə onlarla empati qura bilməməsidir. Bunu bu şekilde adlandırabilərik mi? Tamamilə doğrudur. Çünkü insan elindeki imkanları sərf ederken bazen öz həzlərini tətmin ederek hedonist davranabilir ki, İslamda bu qəti qadağandır. Niye? Çünkü biz öz həzlərimizə görə yox, o hüdudsuz arzularımıza görə yox, hətta həvəsimizə görə yox, Allah kainatda hər şeyi məqsədli yaratmıştır. Allah kainatı fiska kanunlarına göre yaratmıştır ve her şeyin bir məqsədi vardır. Eləysə bu eldeki imkanların sərf edilmesi anında veya meselesinde Allah'ın rızasına uygun olup olmadığını insan düşünürse her şey yerli yerinde olacaktır. Çünkü İslam bir hayat tərzidir. Bu hayat tərzini eğer biz ilahi iradeye uygun biz inkişaf ettirebilsek, eldeki bütün imkanlar yerli yerinde sərf edilecek ve bizim elimizdeki o imkanlar rahmet vesilesi olacaktır. İnsanların istifadesine sebep olacaktır. Aynı zamanda bunun bir de diğer sebepleri var. Belki programımızın gelecek dəqiqələrində toxunacağıq. O nimetler bakımından veyahut da ki xərcləmə, boşa sərf etmə baxımından da ayrı bir məsələdir. Əhməd müəllim, istəyirəm mən biraz konkret İslamın ilkin mənbələrinə müraciət edək. Burada israf nə şəkildə öz əksini tapır? Peyğəmbərin həyatından biz bilirik ki, israfı qadağan olduğunu deyir. İsraf özü də çox təvazökar bir həyat yaşayıbdır. Eyni zamanda ümmətinə də təvazökar bir həyatı məsləhət bilibdir. Onun sözləri arasında, eyni zamanda Quran-ı Kərimin ayələri arasında israfla bağlı hansı qeydlər var, nələr diqqəti çəkir? İslamda əsas olaraq həmişə bildiyimiz kimi Quran-ı Kərimin Euzubillahimineşşeytanirracim Bismillahirrahmanirrahim. Kulu veşrabu, yiyin, için elinizdeki imkanlara göre ve la tusrifu, ancak israf etmeyin. İsraf hakkında birbaşa deyilen esas aye budur. Arkasından da Uca Allah israf edenlerin elbette innehu la yuhibbul musrifin. Allah israf edenleri sevmir. Sonra İsra suresinin 26, 27, 29. ayələrine kadar İsra suresinde Uca Allah bu israfı tebzir sözü ile açıklayır. Ve orada Uca Allah malını boş yere, heder yere dağıtmayın. Malınızı sepelemeyin. Bu malın sepelənməsinin de israf olduğu ve hatta orada malını heder yere sepeleyenlerin
şeytanın dostları olduğunu bildirir. Kur'an-ı Kerim'de bu veya diğer ayelerde ümumi mezmun bundan ibarettir. Ancak hadislere geldiğimiz zaman Peygamber sallallahu aleyhi ve sellemin hadislerinde israfı biz iki yönden başa düşebiliriz. Birincisi eldeki malın o israfı, tam da o maddi manada, hatta lori dilde israf anlamında. Bir gün Peygamber sallallahu aleyhi ve sellem destamaz alan birinin yanından geçerken deyir ki, onun o destamaz alarken suyu haddinden artık istifade etmesini görür ve Peygamber aleyhisselam deyir ki bu ne israftır deyir. Biz bugün hemin anı görsek biz deyirik ki Allah kabul etsin. Ne güzel ibadet. Ancak Resulullah aleyhisselam orada onun nöksanını ona değil ve bütün ümmete bu ne israftır deyir. Destamaz alan şəxs de deyir ki ey Allah'ın elçisi destamazın da israfı mı olar deyir. Peygamber aleyhisselam deyir ki bir çayın kenarında veya denizin, gölün kenarında sudan istifade etseniz bile o sudan israf etmeyin. Mesela alimlerimizin o çaydan, gölden istifade ederken destamaza çatacak kadar sudan istifade edilir. Bir şey bugün muzeylerimizde bizim orta esir qablarına siz fikir verin. Biz ona aftafa deyirik veyahut da ki destamaz almak için qablara bakın. Ancak bir destamaza çatacak kadar su tutumu həcimləri var. Ona da dikkat etmemiz lazım. Bizim ənənəmizdə də bu israfçılığın önü alındığını biz qeyd edə bilərik. İkinci bir mesele hadislerde israfa bir malı artıklamasına sərf etmek, haddinden çok sərf etmek anlamında başa düşülür. İkincisi ise hadislerde bize israfın, malın qədirinin, qiymətinin bilinməsi mənasında buna da israf deyilir ki, hadislerde Peygamber sallallahu aleyhi ve sellem bir gün kölgelikte sahabeyle oturarken bir elinde serin su, bir elinde de hurma ve onu deməli yedikten sonra Resulullah aleyhisselam deyir ki, unutmayın ki serin kölge, serin su ve şirin hurma, Allah bütün nimetlerin hesabını insandan soruşacaktır deyəndə bu hadiste bizim nimetleri hədsizcə yaxud da ki ihtiyaçtan artıklaması ile xərcləmənin ne kadar hesabı verilemeyecek derecede ağır bir iş olduğunu, her bir nimetin hesabının olduğunu deyir. Bir hadisi de buraya əlavə edip ahirette insanoğlunun sahip olduğu nimetlerin hesabını vermedikçe, ömrünü harada geçirdiğinden, gençliğini nece geçirdiğinden, acaba bu gençliğim benim yaşadığım, içinde yaşadığım cemiyete faydalı oldu mu, olmadı mı? Ömrüm cemiyete, insanlara faydalı oldu yoksa olmadı? Yani bu ömrüm ve elimdeki nimetler tek özüme mi yaradı? Mesela hatta İslam böyle bir hayatı hiç kabul etmir. Bir insanın mətbəx, yatak ve ihtiyaç ayak yolu. Bu üç bucak etrafında geçen hayatın lazımsız bir hayat olduğunu değil İslam. Buna göre nimetleri düşünmek lazım. Ey Adəm oğulları, hər bir ibadət vaxtı namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən gözəl libaslarınızı giyin. Yeyin, için, lakin israf etmeyin. Çünkü Allah israf edenleri sevmez. Kur'an-ı Kerim, Əraf suresi 31. ayə. Bəzən yanlış anlaşılır. İsrafla xəsislik bir-birinə qarışdırılır. Yəni bəzən olur ki, israfçılıqdan qaçmaq üçün bir insan xəsisliyə qapılır. Yəni artıq öz ehtiyacları üçün belə xərcləməkdən geri qalır. Sizin bayaqlarım qeyd etdiyiniz Quran ayəsində də əlini nə tamamilə aç, nə də ki tam sıx, yəni nə xəsis ol, nə də israfçı ol şəklində. Yəni orta yollu bir xərcləmə və ya belə deyək, mövqe tutmaq tövsiyə olunur. Hətta Peyğəmbərin bir hədisində Allah verdiyi neməti bəndəsinin üzərində görməkdən məmnun olar deyir. Yəni buradakı israfçılıqdan məqsəd tamamilə xəsisliyə getmək, qazandıqlarımızı xərcləməmək. Bəzən olur ki, görürsünüz, ailədən kəsir bir insan, yəni əsas ehtiyaclarından kəsir ki, güya israfçılıq etməsin.
Mən buradan Əhməd müəllim gəlmək istəyirəm müasir zamanımıza. Xüsusilə bilirsiniz ki, son bir neçə 10 illiklərdə bizim cəmiyyətdə və dünyada da olduğu kimi həddindən artıq çox bir istehlak mədəniyyəti həm təşviq olunur, dırnaq içərisində, həm də insanlar da buna alidə olur. Bunu bəlkə də məsəl üçün bəsit bir misalla qeyd edə bilərəm. Xüsusilə gənc nəsil arasında elektronik cihazlarla bağlı bir rəqabət, bir yarışın olduğunu görürük. Yəni bunu istehsal etməklə bağlı deyil, burada yeniliklər yaratmaqla bağlı deyil, daha çox bunu istehlak etmək, ona sahib olmaq. Yəni baxırsınız ki, bir cihaza sahib olduğu zaman daha sonra üzərindən bir il keçməmiş o cihazın eynisinə yenə sahib olmaq istəyir. Beləliklə bir həddindən artıq çox bir israf mədəniyyəti içərisinə giririk. Bunun müasir cəmiyyətimizdə, bizim sosial həyatımıza mənfi təsirləri, fəsadları nələrdən ibarətdir? İstəyirəm bu barədə aydınlıq gətirəsiniz. Əgər insan həyatında demək fəsadlar varsa, onu ilk əvvəl insan özündə axtarmalıdır. Çünki Quran-ı Kərimdə Uca Allah buyurur ki, Zahəral fəsadu fil bərri vəl bəhri bimə kəsəbət əydin-nəs. Əgər yer üzərində fəsadçılıq varsa, insanın öz əli ilə ortaya çıxan fəsaddır bu. Bu baxımdan insan demək həyat tərzini götür-qoy etməlidir. Həyat tərzi məqsədli olmalıdır. Demək, məqsədsiz və hədəfsiz həyat tərzi əlbəttə ki, fərqli, arzu olunmaz hadisələrə, elə fəsadlara gətirib çıxaracaqdır. İslam həyat tərzində ehtiyaca görə yaşama vardır. Biz söhbətimizin əvvəlində də dedik ki, insan ehtiyaclarına görə davranmalı, hüdudsuz arzularına görə yox. Bu baxımdan, məsələn, xüsusilə də müasir gəncliyin həyat tərzində əcəba onun mənəviyyatı və yaxud da ki, onun düşüncəsi əcəba hansı yöndə inkişaf edir? O, insanın şəxsi keyfiyyətlərinə də təsir edir. Bəzən insan aludəçiliklərin əsiri olarsa əgər, yaxud da ki, hedonizmin əsiri olub, həzlərin köləsinə çevrildiyi zaman, bu, onun özünün mövqeyinə görədir. Bu da əlbəttə təsir olaraq birbaşa cəmiyyətdə qlobal bir problemlərə çevirən xüsusiyyətdir. Ehtiyacını qarşılayan, ehtiyacına cavabdeh olan əlindəki alət, əgər ona xoşuna gəlmir də və daha bahalısını və hətta onun heç ehtiyacı xaricində israfa gedəcək daha başqa birisini istəyirsə, arzularının, həzlərinin qurbanına çevrilir fərdlər. Ona görə də təbiətdə, ümumiyyətlə, istər təbiətdə, istər cəmiyyətlərdəki bu israf dırnaqiçi mədəniyyətinin bir bəlaya çevrilməsini mən istəyirəm bu Seyyid Hüseyin Nasırın sözləri ilə deyim. Biz deyir, təbiətdə insan və nemətlər arasındakı tarazlığın pozulduğunu görürük, bunu qəbul edirik. Ancaq unutmayaq ki, bunun əsas səbəbi insan Allah arasındakı ünsiyyətin pozulmasına bağlıdır. Niyə? Çünki insan əgər Yaradanını tanıyar və eyni zamanda Yaradanın ona bəxş etdiyi nemətləri, Allah bunu mənə hansı ölçülərdə istifadəmə icazə vermişdir? Nə haramdır, nə halaldır? Hansı qadağandır, hansı halaldır? Anlamında əgər istifadə etmirsə, o vaxt insan demək nemətin qədrini bilməyəcək. Halbuki Allah neməti niyə vermir? Bizim alimlərimizin gözəl yazılarımız var. O baxış bucağı önəmlidir. Nemətə necə baxır, həyata necə baxır? Bu baxımdan insan neməti bilməlidir ki, Uca Allah Quranda deyəndə ki, وَسَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ Cəmiən Allah bütün nemətləri sizə istifadənizə vermişdir. Ancaq o nemətin nəyə görə verildiyini bilməsi lazımdır. Əhməd müəllim, təşəkkür edirəm. Həqiqətən İslamın bu israf anlayışına baxışı, perspektivi çox əhatəlidir. Burada sadəcə maddiyyatdan söhbət getmir. Maddiyyatda israfçılığı qadağan edərək əslində insanın öz nəfsini tərbiyələndirməyi, arzularına sərhəd qoymağı istəyir. Eyni zamanda israfı sadəcə maddiyyatla əlaqələndirmir, başqa sahələrə də var. Ömrünüzü israf etməyin deyir, həyatınızı israf etməyin deyir, sağlamlığınızı israf etməyin deyir.
və insana bu şəkildə geniş bir disiplinli, nizamlı bir həyatı təklif edir. Əhməd bəy, mən sizə çox təşəkkür edirəm. Biz təşəkkür ederiz. Gəldiyiniz üçün, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sağ olun, minnətdaram. Əziz tamaşaçılar, bugün istehlak alışqanlığı və israfçılıq mövzusunu müzakirə elədik. İslam inancı israfçılığı sadəcə maddi məsələlərlə məhdudlaşdırmır, eyni zamanda həyatımızın bütün mərhələlərində və bütün sahələrində diqqət etməli olduğumuz bir məsələ olduğunu qeyd edir. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.